Bu paylaşımda Məkkə şəhəri ilə sağollaşıb gedirik Mədinə şəhərinə. Kofenizi hazır edin, Mədinə şəhərini bir yerdə gəzək. Gəldin ki, harada adını girdin? Pakistanlıların restoranların yanında. Səudi ərəblərin bütün otellərində 5 dənə yataq olur. Çünki bura normalda nəsil külfət gəlir, ona görə 5 dənə kravat olur. Otelə yerləşdikdən sonra gəlirik dünyanın ən gözəl və ən böyük məscidi, Məscid Nəbəviyə. Yaşıl günbəzin altında Məhəmməd Peyğəmbərimiz dəfn olunub. Məscid Nəbəvi Kəbədən sonra ikinci müqəddəs məsciddir. Peyğəmbərimiz Məkkədən Mədinəyə hicrət etdiyi zaman bu məscidi tikdirir. Həcc və ümrə üçün Məkkəyə gedən milyonlarla müsəlman hər dəfə Məscid Nəbəvini ziyarət edir. Burada Məhəmməd Peyğəmbərimiz, Xəlifə Ömər və Əbu Bəkir də dəfn olunub. Bu koridora girəndə insan çox qəribə olur. Bütün müsəlmanlara arzu edirəm. Məscid Nəbəvi o qədər böyükdür ki, burada 600 min insan rahatlıqla namaz qıla bilər. Bəzən içəridə yer olmasa belə bayırda böyük çətirli həyəti var. Bu məsciddə olanda insan özünü həqiqətən cənnətdə hiss edir. Gülab qoxulu xalçalar, quş səsləri, qızılı tavan. Burada isə sübh namazını gözləyirik. Canım ay dayı oğlu. Bugün dekabrın 4-ü, mənim ad günümdür və özümə hədiyyə olaraq müqəddəs torpaqlara ziyarət etməyi özümə hədiyyə etmişəm. Sabahsı gün gəlirik Riyaz-ül Cənnə otağına. Bura Peyğəmbərin məzarı və minbəri arasında cənnət bağlarından bir bağ adlandırılmışdır. Bu otağa girmək üçün öncədən onlayn temin götürməlisiniz. Bu isə Peyğəmbərimizin minbəridir. Məscid Nəbəvini gözəl və cənnət kimi göstərən amillərdən biri də həyətdə ağ çadırların olmasıdır. İnsan bu gözəlliyi qarşısında həqiqətən huzur tapır. İndi isə Mədinə şəhərinin başqa gəziləsi yerlərinə gedək. Hal-hazırda gəldiyimiz yer məscidə yaxın bir həyətdir. Bura göyərçinlərin toplandığı yer kimi məşhurlaşıb. Cipi 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 nədir? Nasıl əlində belə yerlər? Bunlar onlardan deyil. Acamaya gəlmişsən Xəlif? Bura Rafiqin markasının yanında. Təsəvvür edin ki, burada işçi kimi gəlib işləyirsiniz. Bütün günü bu səsə işləyirsiniz. Adamın psixologiyası kör ona. Bura yenicə açılmış Safiyə Muzey Parkıdır. Video çox uzun olmasın deyə Mədinə vlogumuzun ikinci hissəsini daha sonra paylaşacağım. Səudi Ərəbistan niyə bahalı yerdə qalmalısan? Səudi Ərəbistan pahalı yerlər var, biz bilmirik. Gətib atmışsan bizi üçün qurğuna.